İyul ayının əvvəli Türkiyədən gətirilən 20 min ədəd samuray arısı ziyanvericilərə qarşı mübarizə məqsədi ilə təbiətə buraxılıb. Lakin ilk dəfə olaraq respublikamızda artırılan 3 min ədəd samuray arısı təbiətə buraxılır. Bu 3000 samuray arısı Aqrar Xidmətlər Agentliyinin bioloji agentlərin istehsalı laboratoriyasında yetişdirilib. Bunun üçün Türkiyədən gətirilən arılardan 120-si laboratoriyada qəhvəyi mərmər bağacığının yumurtaları ilə parazitləşdirilib. Çoxaldılan samuray arıları Zaqatala rayonunda təbiətə buraxılıb. Biz onu açıq mühitə buraxırıq çünki istəyirik ki, bu bioloji agent qəhvəyi mərmər bağacığının yayılmasına nəzarət eləsin. Qəhvəyi mərmər bağacığı müxtəlif növ meyvə və tərəvəzlərə ciddi ziyan vuran, təhlükəli kənd təsərrüfatı zərər vericisidir. Lakin ən əsası o, burada Zaqatala bölgəsində fındıq istehsalına böyük zərər vurur. Fındıqsa Azərbaycan üçün olduqca mühüm məhsuldur. Çünki Azərbaycan dünya üzrə fındıq istehsal edən ilk 5 ölkədən biridir. Zaqatalada fındıqçılıqla məşğul olan fermerlər deyirlər ki, son 2 ildə bağlarda məhsuldarlıq 40-50, bəzi yerlərdə hətta 70% azalıb. Onlar samuray arılardan istifadə edilməklə mərmər bağacığının yayılmasının qarşısının alınacağına ümid edirlər. 4 hektar bağımız var burada. Elə bil, bu 1-2 ildir, elə bil 3 ildir ki, biz bu bağdan həqiqətən xeyir götürə bilmirik. Bu ağacdan məsəl 5 kilo fındıq götürəsiyə də 1 kilo yarım, 2 kilo fındıq götürə bilirik. O da ki, onun da zəifdir, onun da keyfiyyəti zəifdir. Ona görə də biz onu həqiqətən heç bir dənə xeyir götürə görmürük. Mütəxəssislərin sözlərinə görə bioloji mübarizə üsulu kimyəvi pestisitlərdən istifadəni minimuma endirməklə yanaşı, ətraf mühitin qorunmasına və orqanik məhsullarının istehsalına da töhfə verəcək. Gələcəkdə laboratoriyada samuray arılarının daha da çoxaldılması və bioloji mübarizə imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Nigar Davudova, Vüqar Mirzəyev, Nurdan Demir, Pərviz Mustafayev, ASTV Xəbər.